Hər vaxtınız xeyir, əziz üçüncülər, videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Bu gün sizlərə təqdim edəcəyim video fəza fiqurları ilə bağlı olacaq. 3-cü siniflər üçün nəzərdə tutulub. Gəlin birlikdə fəza fiqurlarının nə olduğunu bilək. Daha sonra isə testlər və çalışmalar üzərində daha möhkəm öyrənmiş olaq. İzaha keçməmişdən öncə onu qeyd edim ki, ödənişli dərslərimizə qoşulmaq istəyirsinizsə, videonun alt hissəsində, alt mətnində nömrə qeyd etmişəm. Həmin nömrə ilə əlaqə saxlayıb dərslər haqqında ümumi məlumat ala bilərsiniz. Gəlin başlayaq fəza fiqurlarını testlər və çalışmalar üzərində daha möhkəm öyrənməyə. Deməli uşaqlar, biz bilirik ki, müstəvi fiqurlarını öyrəndik. Bildik ki, müstəvi fiqurları iki ölçülü, eni və uzunu olan fiqurlar idi. Fəza fiqurları isə üç ölçülü fiqurlardır. Onların uzunluğu eni və hündürlüyü olur. Yəni onlar təkcə kağız üzərində deyil, məkan daxilində yer tuturlar. Onları əlimizlə toxunub hiss edə bilirik. Əsas fəza fiqurlarımız kub var, düzbucaqlı paraleliped var, kürə var, silindr var, konus var. İndi gəl bir-bir öyrənək. Bax, kubun 6 üzü, bütün üzləri kvadratdır, 12 kənarı var, yəni tili var, 8 təpə nöqtəsi var. Məsələn, bunun üçün zəri, yəni oyun daşı olanı, şəkər kubunu misal gətirə bilərik. Düzbucaqlı paraleliped, 6 üzü var. Üzləri düzbucaqlıdır. 12 kənarı, yəni tili var. 8 təpə nöqtəsi var. Kürə. Kürə küncü yoxdur, kənarı yoxdur. Tam yumru formadadır. Silindr. Silindrin 2 dairəvi üzü var. Bir yan səthi var. Küncü yoxdur. Yəni təpəsi yoxdur. Konus. Konusun bir dairəvi alt hissəsi var. Bir təpə nöqtəsi var. Bir də yan səthi var. İndi gəlin ümumilikdə öyrənək görək nə formada testlər var. Baxırıq ilk suala. İlk sualda bizə deyir ki, təsvir edilmiş fiqur hansıdır? Baxın, bu fiqur fəza fiquru olaraq piramidadır. Ona görə də A variantı verilmişdir. Prizma ilə piramidanı səhv salmayın. Prizmanın 2 oturacağı olur, amma piramidanın isə 2 oturacağı olur. 2-də deyir ki, düzbucaqlı prizmanın neçə üzü var? Düzbucaqlı prizmanın 4 yuxarı hissədə, 4 də aşağı hissədə, ümumilikdə 8, üzr istəyirəm, üzün deyir. Üzün deyirsə 6 üzü var. Yan üzləri üst və alt və belə deyək də sağ, sol, ön, arxa, bir də alt, üst. 6 üzü olmuş olur. 3-də deyir ki, hansı əşya kuboid formasındadır? Kuboid də elə bir ki, düzbucaqlı kimi, fəza fiquru kimi kuboiddir. Belə deyək də, müstəvi fiquru kimi, düzbucaqlı kimi nəzərdə tutun. Bu da B variantında bizə verilir. Konusdan istifadə etməklə hansı fiquru çəkmək olar? Bu konusdur. Belə misal gətirim də sizə. Konusu yerə qoymaqla hansı fiqur çəkmək olar? Təbii ki də dairə çəkmək olar, yəni A variantı. 5-də deyir, hansı fiqurun 4 təpəsi var? Sayaq. Konusda bir təpə var, ola bilməz. 1, 2, 3, 3 də yuxarı hissəsi. Burada 6 təpə olmuş olacaq, bunu da götürə bilmərik. Amma 1, 2, 3, 4 təpəsi olan C variantıdır. Piramidanın hansı rənglə verilmiş hissəsi oturacaq adlanır? Oturacaq, baxın bu hissədir, yaşılla bizə verib. Beşbucaqlı prizmanın neçə tili var? Beşbucaqlı prizmanın, bunlar sadəcə qayda olaraq əzbərləməli olduğunuz qaydalardır. Beşbucaqlı prizmanın 15 tili var. Daha sonra baxırıq digərlərinə. Kuboidin üzləri hansı fiqurdur? Bayaq dedim, kuboidin üzləri düzbucaqlı formadadır. Cavab B. Düzbucaqlı prizmanın neçə təpəsi var? Deməli, neçə təpəsini soruşursa, 8 təpəsi olmuş olacaq. Onda deyir, hansı variantda üçbucaqlı prizma təsvir olunub? Baxırıq C-dən başlayaq, yaxşı. Burada üçbucaqlı prizma yoxdur. Yəni, ümumiyyətlə, burada üçbucaq yoxdur. Baxırıq, kubun bütün tərəfləri kvadratdır dedik, yəni ola bilməz. Amma gözümüzlə görürük ki, burada müstəvi fiqurlarından üçbucaq olan üçbucaqlı prizmada var. Cavab A variantı. Baxırıq digər çalışmaya. Burada biraz. Aha. Deməli, bizə deyir, fiqurların adlarını yazın. Yaxşı, adlarını yazaq. Üzr istəyirəm. Aha, adlarını yazaq. Bu konusdur. Yaza bilmədim yenə.
Uşaqlar, bu arada video sizə faydalıdırsa bəyənməyi və şərh yazmağı unutmayın. Aha, bu nədir? Konus. Bu nədir? Piramida. Həm də üçbucaqlı piramida. Silindir. Bu da dördbucaqlı prizma. Dördbucaqlı prizma. Cədvəli dolduraq. Fəza fiqurlarıdır. Baxın, üçbucaqlı prizma, kub, beşbucaqlı prizma və dördbucaqlı belə deyək, piramida. Təpə sayılarını, til sayını istəyir. Təpə sayıları əgər üçbucaqlıdırsa, 3 yuxarıda, 3 aşağıda, deməli 6 təpəsi var. Til sayını soruşursa, deməli üçbucaqlı prizmada 9 til olur. Kubun 8 təpəsi olur, 12 dənə də tilidir. Bunlar qaydalardır, əzbərləməli. Necə ki, vurma cədvəlini əzbərləmisiniz, bunlar da əzbərləməli olduğunuz qaydalardır. Yəni, bu dəyişməz olaraq qalır. Daha sonra, beşbucaqlı prizmanın 10 təpə nöqtəsi var, 15 də tili var. Deməli, burada 5 təpəsi var, 8 də tili var. Fiqurların oturacaqları hansı müstəvi fiqurudur? Təbii ki də kvadrat. Təbii ki də düzbucaqlı. Bu da üçbucaq, bu da beşbucaqlı. Doğru fikirləri doğru, səhv fikirləri səhv olaraq adlandıraq. Yaxşı. Üçbucaqlı piramidanın 4 təpəsi var. Bəli, üçbucaqlı piramidanın 4 təpəsi var. Baxın, bu yox, bu baxaq, üçbucaqlı piramidanın. Hə, bu dördbucaqlıdır. Üçbucaqlı baxın, 1, 2, 3, 4. Burada göstərirəm sizə. Bəli, 4 təpəsi var, deməli düzdür. Prizmanın oturacaqları fərqlidir. Fərqli fiqurdur. Xeyr, üst hissə necədirsə, oturacağı da eyni hissə olur. Bu səhvdir. Kuboid piramidadır. Xeyr, kuboid piramida deyil. Kuboiddir, piramida da piramidadır. Beşbucaqlı prizmanın yan tərəfləri düzbucaqlıdır. Bəli, qaydada da demişdim sizə. Daha sonra baxırıq 5-ə. Deyir ki, fiqurları üstdən görünüşünü çəkin. Üstdən görünüşünü kvadrat, dairə, üçbucaq, bu da dördbucaqlı olmuş olacaq. Yəni kvadrat. Daha sonra baxırıq 6-ya. 6-da deyir ki, şəkilləri hansı fəza fiquruna bənzədiyini yazın. Yaxşı, silindir, dairə, aha, fəza fiquruna, deməli kürə, üzr istəyirəm, kürə, kuboid, bu da düzbucaqlı prizma olacaq. Düzbucaqlı prizma. Daha sonra 7-yə baxırıq. Verilmiş müstəvi fiqurları hansı fəza fiqurlarının üzləridir? Baxırıq A-da təbii ki də kubun gözümüz görür. Daha sonra düzbucaqlı prizma. Üstdə, yəni C-də deməli üçbucaqlı piramida olacaq. Piramida. D-də isə baxaq, deməli, üçbucaqlı prizma. Üçbucaqlı prizma olmuş olacaq. Məsələləri həll edin, yaxşı. Həll edək. Üçbucaqlı prizmanın hər üzünə 3 stiker yapışdırmaq üçün neçə stiker lazımdır? Üçbucaqlı prizmanın, baxın, üçbucaqlı prizmanın, bu piramidadır, yox. Üçbucaqlı prizmanın 5 dənə üzü var. 5 üzün hər birinə 3 stiker yapışdırsaq, 3 dəfə 5, 15 olmuş olacaq. Azər düzbucaqlı paralelipipedin hər üzünə 4 maqnit yapışdırdı. O, paralelipipedə cəmi neçə maqnit yapışdırdı? Deməli, 4 dənə, daha doğrusu 6 üzü var. 6-nı da 4-ə vuranda 24 eləmiş olacaq. Sahil kubun hər təpəsinə 2 maqnitli düymə yapışdırdı. Kubun 8, belə deyək də, təpəsi var. 8 təpəsinə də hərəsinə 2 dənə yapışdırsa, 16 olmuş olacaq. Digəri isə qoy qalsın, özünüz tapıb cavabını yazarsınız. Şərh bölməsində cavablarınızı gözləyəcəm. Fəza fiqurları ilə də belə deyək də bitirdik. Bundan sonra isə monitoring vəsaitindən ümumiləşdirici tapşırıqlar kimi həm mətnlər, həm də çalışmalarla sizi tanış edəcəm. Bugünlük izahımız bu qədər. Hələlik.